Bilirsiniz, söhbət bir vaxtlar İspaniya və Portuqaliyada səs-küy yaradan post-sovet dövrünün bəlkə də ən istedadlı futbolçusundan gedir. Qasımov həm öz karyerasından, peşmançılıqlarından, həm də bugünkü Azərbaycan futbolunun problemlərindən danışıb. Birincisi, Qasımovun yarımçıq qalmış böyük arzusu. Deməli, o, karyerasında çox şeyə nail olub, amma Betisdə oynayanda Real Madrid və ya Barcelonaya keçmək kimi bir hədəfi varmış. Təsəvvür edin ki, ağır diz zədəsi və ard-arda 3 əməliyyat bu xəyala eləcə də onun böyük karyerasına son qoyub. İkincisi, Neftçinin o sirli 0-8 hesablı məğlubiyyəti. Yadınızdadırsa, Qasımov o vaxt komandanın müvəqqəti baş məşqçisi idi, amma oyundan bir gün əvvəl yüksək təzyiqlə xəstəxanaya yerləşdirilib. O, kimisə birbaşa ittiham etməsə də, baş məşqçisiz qalan komandada yaranan çaşqınlığın bu biabırçı nəticəyə səbəb olduğunu düşünür. Və nəhayət, bəlkə də ən aktual sual: bizim futbolçular niyə Avropada uğur qazana bilmir? Qasımovun cavabı çox sadədir. Deyir ki, problem meydanda deyil, daha çox paltar dəyişmə otağındadır. Yəni, futbolçularımız legioner həyatına uyğunlaşa bilmirlər və kollektivin bir parçasını çevrilə bilməyəndə uğursuzluq da qaçılmaz olur. Xülasə, bu müsahibə həm bir ulduzun sönən arzularını, həm də futbolumuzun psixoloji bariyerlərini ortaya qoyur.